Baxaq, sınaq 4-ün birinci sualına perimetri 24 kök 3 olan bərabər tərəfli 3 medianı tapın. Bərabər tərəfli 3 perimetri P bərabərdir 3A. Bu da bərabərdir 24 kök 3-ə. Və buradan da A-nı tapsaq, A bərabərdir 8 kök 3-ə. A bərabərdir 8 kök 3-ə. Tərəfi 8 kök 3-də bərabər tərəfli 3 medianı istəyir. Medianın düsturu. Biz bilirik ki, median hündürlük tənbələn bərabər tərəfli 3 uzaqda hamısı bərabərdir. Onda median bərabərdir A kök 3 böl 2 ilə hesablanır. A-nın yerinə 8 kök 3 vur kök 3 böl 2. Bu da eləyəcək, deməli, 12 A bəndi. Baxaq ikinci suala. 4-ün üstündə, deməli, 4-ün üstündə A üstə gəlsin 2-nin üstündə A bərabərdir 42 olarsa 4 üstə A çıxılsın 2 üstə A-nı hesablayın. Burada nə eləyərik? Deməli, 2 üstə A-ya 1. Əvəzləmə aparsaq burada. 2 üstə A-ya 1 T desəm, onda olur T-nin kvadratı üstə gəlsin T çıx 42 bərabərdir 0. Buradan da kökləri cəmi mənfi 1 hasili mənfi 42. Onda T1 olacaq, T2, T1 olacaq 7, mənfi 7, T2 olacaq 6. Cəmi mənfi 1 hasili mənfi 42 olan ədədlərdir. Deməli, 2 üstə A bərabər olar 6-ya. 2 üstə 6 və 2 üstə A mənfi 7-yə bərabər olmaz. Çünki 2 üstə mənfi 7-yə bərabər olmur. Yəni, işlə funksiyalarda mənfiyə bərabər olmur. Buradan da 2 üstə A 6-dırsa, 4 üstə A bərabərdir. 4 üstə A da 2 üstə A-nın kvadratı deməkdir. Yəni, 6-nın kvadratı olacaq 36. Bizdə də deyir ki, 4 üstə A çıx 2 üstə A-nın qiymətini hesablayın. 4 üstə A çıx 2 üstə A. Yəni, 36 çıxılsın. 2 üstə A-mız da 6-da olacaq 30 D bəndi. Baxıram 3-cü suala. Deməli, A, B və C tənbələn olduğuna görə deyir ki, ABC-də BD və CD tənbələnlərdir. Bucaq BAC 2x minus 30-dur. Deməli, bura 2x minus 30-dur. Və bucaq BDC də burada 3x plus 20-dir. 3x plus 20 olarsa x neçə dərəcədir? Deməli, x-i tapaq. Burada yazaram. Tənbələn olduğuna görə alfa, 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 alfa. Və biz bilirik ki, 180 çıxılsın 2 alfa, daha doğrusu 180 çıxılsın. Bu hissəyə alfa yazmayaq. Buranı fərqli yazaq. Aha. Bura beta, burada beta yazaq. Biz bilirik ki, 180 çıxılsın, deməli. 2 vurulsun alfa plus beta bərabərdir 2x minus 30-a. Eyni qaydada BDC üçbucağı üçün baxsaq, 180 çıxılsın alfa plus beta bərabərdir 3x plus 20-yə. Burada da nə eləyərik? Bunları alt-alta çıxsam, olacaq mənfi alfa plus beta bərabərdir mənfi x minus 50. Buradan da mənfiyə vursam, alfa plus beta olacaq ki, alfa plus beta bərabərdir x plus 50-yə. Alfa plus beta x plus 50-dirsə, onda baxsaq bu üçbucağa. Bir saniyə ölsün ikisi də. Baxsaq bu üçbucağa. Burada alfa plus beta yenə x plus 50 yazsaq, yəni BDC üçbucağın bucaqlarına əsasən alfa plus beta plus 3x plus 20 bərabərdir 180-dirsə, alfa plus beta yenə də gətirib x plus 50 yazsaq, x plus 50 plus 3x plus 20 bərabərdir 180-ə və 4x bərabərdir 180-dən 70 çıxanda 110, x də bərabərdir 110-u da, deməli, 110-u da 4-ə bölsək burada. Bir saniyə. Nəsə silgi işləmir. X də bərabərdir 110 da 4-ə bölünəndə 2-yə bölün 55, 55 2-yə bölsək 27,5, 27,5, yəni olacaq B bəndi. Baxıram 4-cü suala deyir ki, bir malın alış qiyməti A, satış qiyməti isə B manatdır və B-miz 780-3 olduğuna görə 25% zərərlə satılan malın satış qiymətini tapın. Baxaq, alış qiyməti dedik ki, A-dır. A-nı 100%-dən alıblar. Və deyir ki, bunu satanda 25% zərərlə satıblar. Yəni 75%-dən satıblar. Satış qiyməti 780-3-adır. 780-3-a. Buradan çarpaz vurub 75A bərabərdir. 100 vurulsun 780-3-aya. Bunu da həll edib A-nı tapsaq. 75A bərabərdir. 78.000 çıxılsın 300A. Buradan da A-nı tapsaq. A-mız olacaq. Deməli. A-mız olacaq 208. A-mız 208 olur. Yəni
375A bərabərdir 78.000. 78.000 də 375-ə bölsək alacaq 208. Alımız 208 idi. Bizdən də satış qiymətini istəyir. Satış qiyməti də B bərabərdir 780 çıx 3A-dır. O da bərabərdir 780 çıxılsın 3 vurulsun 208-ə. Bu da eləyir 780 çıxılsın 6 1 deməli. Yox, bir saniyə səhv hesabladım. Demək olacaq 4, 624, onunla çıxanda 156, yəni D bəndi. 5-ci suala baxıram. 240 metr uzunluğuna bir qatarın sürəti 20 metr bölü saniyədir. Qatar 320 uzunluğa körpünür. Deməli, S qatarın uzunluğu bərabərdir. S qatarın uzunluğu bərabər 240 metrə. Sonra bir qatarın sürəti V-si bərabərdir 20 metr bölü saniyə. Və qatar 320 metr uzunluğuna bir körpü. S körpü də bərabərdir. Deməli, 320 metr. Neçə saniyədə keçər? T çıx sual. Qatar tunel məsələsində, qatar körpü məsələsində biz bilirik ki, gedilən yol, yəni S yolumuz bərabərdir. S qatar, üstə gəlir burada S körpü. Və yaxud da S tunel. Aha, S yol. Onda S yol tapsaq, S yol bərabərdir. S qatarımız 240, üstə gəlsin S körpümüz 320. Bu da eləyir bizdə 560 metr. Mən yolun uzunluğu 560-dır. S bərabərdir V vur T düzünə istifadə edəsək, 260 bərabərdir. Sürətimiz 20 vurulsun zaman. Buradan da T-ni tapsaq, olacaq 28 saniyədə keçəcək B bəndi. Deməli, 6-cı sualda 270-lərin tam bölənlərin sayını tapın. Tam bölənlərin sayını tapan, natural bölənlərin sayını ikimisini tapacaq. 270 bərabərdir. 27 vurulsun 10 deməkdir. 27 də 3-ün kubu vurulsun 10-da 2 üstə 1 vur 5 üstə 1 deməkdir. Onda bunun natural bölən sayını tapsaq, natural bölən sayı bərabərdir. Tam bölən sayı 2 vurulsun natural bölən sayıdır. 2 vurulsun natural bölən sayıda 3 üstə gəl 1, üstdən 1 vayda artıq, 1 üstə gəl 1 və 1 üstə gəl 1. O da bərabərdir 2 vurulsun, deməli, olacaq 4 vur, 2 vur 2. Yəni 2 vurulsun 16, olacaq 32. C bəndi. Deməli, tam bölən sayı oldu 2, 32 dənə. Tam bölən sayını tapanda natural bölən sayını ikimisli tapılır. Baxıram 7-ci suala. 7-ci sualda da D1, D2 paraleldirsə, deməli, burada şəkil çəkirəm. Aha, bura 2x-dir, bura 5x-dir və burada 3x-dir. Aha, biz bilirik ki, burada ortadakı 2x bərabərdir. Kənardakilərin cəmindən 3x çıx 180. Buradan da, yəni ortadakı bərabərdir. Kənardakilərin cəmi çıx 180. Buradan da 8x çıx 180 bərabərdir 2x-a. 6x bərabərdir 180-ə, x də bərabərdir 30-a. Baxaq 8-ci suala. 8-ci sualda x kiçikdir modul x, o da bərabərdir y-ə. Buradan aydındır ki, ədədə modulu özündən böyüksə deməli x mənfi ədəddir. X mənfi ədəddir. Aha, x mənfidir və y də modul x-ə bərabər o deməli y də müsbət ədəddir. Buradan belə çıxır ki, modul x bərabərdir y-ə və x də mənfi olduğunu, modul içərisində mənfi olduğunu, modulun əksi çıxır. Yəni y bərabər olur mənfi x-ə. Yazaq indi sadələşdirək. X, y üstə gəlsin x plus y çıxılsın 3x minus y bərabərdir 5-ə. Burada y-ə yəni mənfi x yazıram. Bizə nə olsa x-i soruşur deyə y-ə x-ən əvəz edir. Mənfi x vur x üstə gəlsin mənfi x plus x çıxılsın 3x y-ə yəni mənfi x plus x olur. Bərabərdir 5-ə. Buradan da mənfi x kvadratdır. Bu da x kvadrat eləyir. Modul mənfi odur. Burası 0 verir. Çıxılsın. Burada 4x bərabərdir 5-ə. X mənfi olduğundan burada mənfinin kvadratı müsbət edən modulun içərisi olduğu kimi çıxır x kvadrat. Burada mənfi dediyə modulu qarşı bir də mənfi çıxacaq və bu mənfi ilə həmin mənfi müsbət olacaq. Çıx 5 bərabər 0. Köşləri cəmi mənfi 4 hasil mənfi 5 olan ədədlər x1 olar. Mənfi 5, x2 olar 1. Biz bilirik ki, x-imiz mənfidir. Ona görə müsbət olanı götürmürək. Yalnız olacaq mənfi 5 deyə bəndi. Baxıram 9-cu suala. N-A kəsişmə B bərabərdir 4-ə. Sonra N-A bərabərdir 4-MB-yə. Və N-A birləşmə B bərabərdir 31-ə. Olarsa N-B fərqanı tapın. N-B fərqanı tapın. Belə baxaq. Birləşmə var, kəsişmə var. Yazaq. Belə element çəkək. Deməli, bu olsun A, bu olsun B. 4 NA bərabər 4 MB-dirsə, buradan alırıq ki, NA-mız 4K, MB-miz də K olsun. Düsturunu da yaza bilərik əslində. Deməli, düsturumuz necə idi? Düsturumuz belədir ki, N və elərini silirəm hələ ki, elərini ehtiyacım. Düsturuna yazır. N
deməli n a birləşmə b bərabərdir n a üstəgəl n b çıxılsın n a kəsişmə b. Bu şəkildə. Birləşmədə 31 element var. 31 bərabərdir. NA-da 4K. Üstəgəl NB-K çıxılsın kəsişmə. Kəsişmədə 4 element var. 5K bərabərdir 35-ə. K-mız bərabərdir 7-yə. K 7-dirsə, onda NA-da var 28 element və NB-də var elə 7 element. NB-də var 7 element. Və bizə deyir ki, B-də olub, A-da olmayın, B-də olsun, A-da olmasın. NB-də 7 element var. Kəsişmədə neçə element var? 4 element var. Onda 7-dən kəsişmədəkilərin sayını çıxsa, təkcə qalacaq NB-də olan elementlər. Daha doğrusu BA. Yəni B fərqi alacaq. Bu deyilir 3 dənə. E bəndi. Deyək ki, AB sıfırdan fərqli rəqəmdir. Buna görə ifadəni hesablayın. Baxın, bərabər yazıram. Deməli, 0,10.000-də AB. Deməli, yazıram 10.000-də AB. Bölünsün 100-də AB. Üstə gəlsin 9 vurulsun. Deməli 100-də A bölünsün 10-da A. Bu şəkildə. Buradan da 10.000-də AB vurulsun AB-də 100. Üstə gəlsin 9 vurulsun 100-də A. 100-də A. Vurulsun A-da 10. A-lar gedir. Bundan bu gedir. Burada da bunlar gedir. 100 gedir. Qalır 100-də 1 üstə gəlsin 10-da 9. Bu deyilir 100-də 1 üstə gəlsin 100-də 90. Bu da olacaq 100-də 91, yəni A bəndi. 11-ci sualda vuruqlara, içərisinə vuruqlara ayırın. Bunu deməli yaza bilər x-də 4-ü və 16-nı da 2/4 kimi. Və yaxud da belə yazıram. Deməli x-də 4 çıx 16-dır. Bunu yazıram. X-in kvadratı çıx 4. X kvadratı plus 4. Bu da bizə verir x minus 2, x plus 2 və x kvadratı plus 4. O da olur B bəndi. 12-ci suala baxıram. 12-ci sualda da bu 11 idi. 12-ci sualda da ifadəsinin qiymətini tapın. Bərabər qoyaq. Birinci kəsin sürət məxrəcini 100-ə vursam olur 2-də 20. Üstə gəlsin. İkinci kəsin sürət məxrəcini 1000-ə vursam olur 4-də 40. Üstə gəlsin. Üçüncü kəsin sürət məxrəcini 10.000-ə vursam olur 6-da 60. Çıxılsın 4-cü kəsin sürət məxrəcini 100.000-ə vursam olur 99-da 990. Bunlar da x-lar gedir və hər birində 10 qalır. 10 üstə gəl, 10 üstə gəl, 10 çıx 10. Bu deyir 20. Yəni B bəndi. Baxıram 13-cü suala deyir ki, ABC şübzəndə A təpəsindən AD təmbələri çəkilmişdir. AB bərabərdir CD-yə. Bura bir x-dırsa, burada bir x-dır. Olarsa CD-nin uzunluğunu tapın. Təmbələr xassəsinə görə x-in 9-a nisbəti bərabərdir 4-ün x-a nisbətinə. Buradan x bərabərdir 36-ya, x bərabərdir 6-ya. CD də 6 oldu, C bəndi. Baxıram 14-cü suala. 14-cü sualda deməli 14-də də 6 üstə 4 yazaq. 6 üstə 4 vur 10 üstə 5. 6 üstə 4 parçalayım 2 üstə 4 vur 3 üstə 4 kimi. Vurulsun 10 üstə 5-də parçalayım 2 üstə 5 vur 5 üstə 5 kimi. Bölünsün. 4 üstə 4-ü yazıram. 2-nin kvadratının üstə 4. 15 üstə yazıram. 5 üstə 3 vur 3 üstə 3 kimi. O da bərabərdir. Birinci olur 2 üstə 9 vurulsun 3 üstə 8. Daha doğrusu 3 üstə olacaq 9. Bölünsün. 2 üstə 8 vurulsun 5-in kubu vur 3-ün kubu. Buradan da sürətdə bir saniyə sürətə səhv getdim. Sürətdə 2 üstə 9 vur 3 üstə 4 vur 5 üstə 5-dir. 5-i də üstəmi görmüşəm. Məxrəcdə 2 üstə 8 vur 5-in kubu vur 3-ün kubu. Burada bu 5-in kubu ilə bu 5 üstə 5 gedir. Sürətdə 5-in kvadratı qalır. Sonra bu 3 üstə 3 ilə bu 3 üstə 4 gedir. Sürətdə bir dənə 3 qalır. Yəni 3 üstə 1. Və bu 2 üstə 8 ilə bu 2 üstə 9 gedir. Sürətdə bir dənə 2 üstə 1 qalır. Məxrəcdə də 1 qalır. Bu da bizə verir 206 vur 25. Yəni 150. Baxıram 15-ci suala. 15-ci sualda ABC natır ədədlərdə A çıx 5 bərabərdir C-yə. A kiçikdir B plus 2 olarsa A üstə gəl, B üstə gəl, C cəmin əksi qiymətini tapaq. Burada A minus 5 bərabərdir C. Deməli, ABC cəmin əksi qiymətini istəyir. Buna baxsaq birinci. A-dan 5 çıxıb bərabərdirsə, A natural ədəd daxildir. A-dan 5-i çıxa bilirsə, deməli, A əksi 6 ola bilər. 6-dan 5 çıxsaq, onda C 1 olur. C-yə 1, A-ya 6. Gələk B-yə.
A6-dır. 6-dan kiçik, 6-dan ən kiçiklər 7 olmalıdır. 7 olmaq üçün deməli B-də 5 olacaq. B-də 5 yazıq. Bunların da cəmini tapsaq 6, 5, 1. Olacaq 12. Baxıram 16-cı olay. 10 dərəcə polyon bucaqdan bir digərindən 40 dərəcə böyükdür. Biri alfadırsa, biri alfa plus 40-dır. Biz bilirik ki, bir digərindən böyükdürsə, onda bunların cəmi 180 olmalıdır. 10 dərəcə polyon bucaqlar ya bir-birinə bərabər ya da cəmi 180-dir. Bir-birinə bərabər olmadığı üçün deməli cəmi 180 olmalıdır. 2 alfa bərabərdir 140-a, alfa bərabərdir 70-ə. Alfa 70-dirsə, onda biri 70-dirsə, digəri olmalıdır 110. Baxıram 17-ci suala. 17-ci sualdakı ədəd oxunda 10 ədədindən, ədəd oxunda 10 ədədindən 5 vahid məsafədə yerləşən ədədlər. Sağa geçsək, üstə gəlirik 5-ə. Sola geçsək 5-ə çıxırıq. 10 üstə 5 gələndə 15. Sola gedəndə 5-ə çıxanda olur 5. Deyir ki, bu ədədlərin cəmini tapın. Yəni 5 üstə gəl 15 bərabərdir 20. Baxıraq 18-ci suala. 18-ci sualdakı ədədlərin kəsişdirlər cəmini tapın. 4,7-nin kəsişdirəsi 0,7-dir. Mənfi 6-nın kəsişdirəsi də 0,4-dür. Bunların da cəmi deməli 4,7-nin kəsişdirəsi 0,7-dir. Mənfi 16-nın kəsişdirəsi olacaq 0,4. Bunların kəsişdirələrin cəmi olur 1,1. Baxaq 19-cu suala. AB paraleldir. 19-u bir dəqiqə çəkim. Baxıram 19-da deməli şəklini çəkdim. Bizə deyir ki, L DC 20-dir. FYD 148-dir. AB paralel DY-yə, BC paraleldir. YF-ə və CEDL də 20-dir. Yaxşı. Bunları da qeyd edəndən sonra indi baxaq suala. Bu qonşu bucağı olacaq 160. 160. Və biz bu şəklə baxaq. Deməli. Belə olanda və burada BC də YF paraleldir. Bu şəkildə olanda bura bir alfa yazıram. Alfa plus 160 plus 148 bərabərdir 360-a. Onda burada alfa da olur ki, buradan alfa da olur ki, deməli 52 dərəcə. 52. Məsələn, bizdən də alfanı soruşur. Yəni BCD-ni soruşur da oldu 52. Baxaq 20-ci suala. 20-ci sual deyir ki, 3x minus 5 ifadəsinin ən kiçik qiyməti üçün 3x plus 2y bərabərdir 35 ödənərsə y-i tapın deyir. Bu ən kiçik qiymət alırsa, modulun ən kiçik qiyməti 0-dır. Buradan da x bərabərdir 5 bölü 3-ə. X-imiz 5 bölü 3-ə gətirib yerinə qoyuram. Və yaxud da elə 3x-in yerinə, deməli, buradan elə 3x bərabərdir 5-dir. Gətirib 3x-in yerinə 5 yazaq. 5 üstə gəlsin 2y bərabərdir 35-ə, 2y bərabərdir 30-a, y də bərabərdir 15-ə. Deməli, y-imiz oldu 15. 20-ci suala baxaq. Sürətləri 50 və 70 km olan iki maşın A və B məntəqələri eyni zamanda qarşı-qarşıya yola düşdü. Onlar 5 saatdan sonra görüşərlərsə məntəqələr arasında məsafə neçə kilometr olar? Deməli, S bərabərdir V1 üstəgəl V2 vurulsun T. Deməli, qarşı-qarşıya hərəkət olanda sürətlər toplanır və əks istiqamətdə olanda da sürətlər toplanır. Eyni istiqamətdə hərəkət olan zaman isə sürətlər çıxılır. Bu qarşı-qarşıya hərəkətdir. Deməli, onda bərabərdir. V1-imiz 50, üstəgəl V2-imiz 70, vurulsun T-imiz də 5-dir. 50 ilə 70 olacaq. 120 vur 5, bu da eləyir 600 kilometr. Keçirim 22-ci sualda. A ədədi B-nin 20%-dir. Buna görə B-nin neçə faizdir? A bərabərdir B-nin 20% bölü 100-dür. O zaman deyir B ədədi A-nin neçə faizdir? B-ni tapsaq 100A bölü 20. Bu da eləyir 5A. Onda faizə də çevirəndə olacaq 500%. 22-ci sual keçir 23-cü suala. 23-də də deyir ki, A, B və BA iki rəqəm ədədləri üçün A kvadrat B kvadrat 9 olarsa ifadənin qiymətini tapın. Yazaq. A, B-nin kvadratı çıxılsın BA-nın kvadratı bərabərdir. İfadənin qiymətini tapın. Birinci bunu sadələşdirək. Bunu yazarıq. A, B çıx BA vurulsun A, B plus BA kimi. O da bərabərdir. Burada 10A-dan A çıxanda 9A çıxılsın. 10B-dən B çıxanda da, daha doğrusu B-dən 10B çıxanda yer 9B vurulsun. 10A üstə gələndə 11A, bu da eləyir 11B. Aha. Birindən 9-u, birindən də 11-i çıxarsaq olur A minus B, A plus B. Buradan eləyir 99 vurulsun. A kvadratı çıx B kvadrat. A kvadrat çıx B kvadrat 9 olduğuna görə 99 vurulsun 9. Aha, bunu da vuranda 1, 891. 24-cü sual baxaq. Deyir, məktəbdəki şagirdlərin sayı x olsun. X şagird olsun. Deyir ki, bizim 5-də 2-si yalnız futbol. 5-də 2 x futbol.
4'te 1 yalnız basketbol. 4'te 1 x-də basketbol oynayır. Qalan 140 isə voleybol oynayır. Aha, bunu toplayaq. Deməli 5'də 2x üstə gəl 4'də 1x. Bu da bərabərdir. 20'də 8x üstə gəlsin 5x. 20'də 13. 20'də 13x futbol basketbol oynayırsan, onda 20'də 7x qalır. Bu da 140'a bərabər. Bu da eləyir x olur 400 nəfər. Deməli məktəbdə neçə şagird oldu? 400 şagird. Və sonuncu sual 25-ci suala baxın. 25-ci sualda da ABC üçbucağına B-də tən böləndir. Üçbucaq çəkək. A, B, C. Və bu B-də tən böləndir. Bizə deyir ki, AB-nin BC-yə, onun da AC-yə nisbəti 6K, 8K və 7K-dır. PABC üçbucağı 63-dür. Yəni 6K, 8K plus 7K bərabərdir 63-ə. 14, 21K bərabərdir 63-ə, K bərabərdir 3-ə. K 3-dürsə, onda bu tərəf 18, bu tərəf 24 və bu tərəf 21-dir. Bizdən də AD-ni soruşur. AD x desəm, onda bu tərəfə qalır 21-x. Tənbələn xəstəsinə görə 18-in 24-ə nisbəti bərabərdir x-in 21-x-ə nisbəti. Bu hissəni silək. 18 ilə 24 6x-lar keçsə qalır 4-də 3 bərabərdir x bölünsün 21-x. Bunu da vursaq 63 çıx 3x bərabərdir 4x. 7x 63-dürsə x-imiz də 9-dur. X-imiz 9, bizdən elə AD-ni soruşurdu, oldu 9.